Sirli ay daşı. Bir axşam Rəvan evin həyətində oturub ulduzlara baxırdı. Birdən səssizcə parlayan bir işıq sanki göydən düşdü. Rəvan qaçıb ora getdi. Yerə kiçik, parlaq, mavi rəngli bir daş düşmüşdü. Daş gah işıqlanır, gah da sönürdü. Rəvan onu cibinə qoydu və içəri keçdi. Amma elə həmin gecə qəribə şeylər baş verdi. O, daşın içindən pıçıltı eşitdi. Mən ay daşıyam, mən səni seçmişəm. Rəvan qorxdu, amma maraq hissi daha güclü idi. Pıçıltı davam etdi. Səhər meşəyə get, köhnə palıd ağacının altına bax. Orada sənə lazım olan cavab var. Səhər tezdən Rəvan meşəyə getdi. Palıd ağacının altında bir balaca dəmir qutu tapdı. Qutunun içində isə bir məktub vardı. Hər kəsin içində bir işıq gizlidir. O işıq qorxanda sönür, cəsarət göstərəndə parlayır. Rəvan həmin gündən sonra hər qorxduğu an cibindəki ay daşını sıxırdı. O daş sanki ona güc verirdi. Zamanla o, sinifdə ən cəsur, dostlarına kömək edən bir uşaq kimi tanındı. Və bir gecə daş yenidən parladı və pıçıltı dedi. Artıq sən öz işığını tapdın, mən gedirəm. Səhər oyananda Rəvan cibində daşı görmədi, amma ürəyindəki işıq daha da parlaq idi.